Vahid bəy, bəs belə deyim də, əgər nəsə bir cadu bir hadisə baş veribsə bu demə, bu bizim əlimizdə əks olunurmu və əks olunursa bunu biz necə onu belə deyim də qarşısını ala bilərik onun və yaxud da necə eləyə bilərik onun üçün? Əl cizgilərində onların izləri düşür. Düşür. Bəli, əl cizgilərində iz düşür, xəstəliyin izi düşür. Bizim psixologiyamız, uğurlarımız, uğursuzluğumuz, təhlükələr, hər şey əlin içində o cizgilər halında göstərir. Və o Veneri bürcündə xəttənmələr yaranır. Odur ki, insanın əhvalını göstərən əlamətlərdən biridir. Sanki bir insan bir işini görmək istəmir, küsür, bədminlik yaranır, gecikdirir və yaxud da özünü yaxşı hiss etmir. Bir sıra hallarda bəli, özünü təzahür eləyir, əl cizgilərində göstərir. Amma məsələn, bəzi əl cizgilərində güzgülərin də izi düşür. Güzgü qarşısında yatmanın da onun da izi düşə bilir. Və yaxud da ki, insan özü hər hansı bir heç ona mənfi enerji yönəlməyib, özü pis işlərlə məşğuldur, mənfi negativ proseslərlə məşğuldur. Məsələn, sanki paxıldımı, sanki neysə bir başqasına sataşandımı, o da onun üçün mənfi bir iz halında düşür. Və təbii ki, bütün hallarda insan mükəmməlləşməkdən ötürü özünün ruhunu saflaşdırmalıdır. Ruhun saflaşması Allaha yaxın olmaqdır, düzgün olmaqdır, vicdanlı olmaqdır, digər insanlara xeyirxah rəftarda olmaqdır. Sonra yenə də insan özünü pis hiss eləyəndə, əgərsə bilir ki, tutaq ki, onda bir cadu varsa, əgər bu xəstəlik halında özünü büruzə verirsə, həkimlə bərabər o müəyyən rituallardan istifadə edə bilər. Bu daha effektiv hesab olunur. Mütləq həkim rol oynayır. Hətta həkimlər insanlarda cərrahi üsullar aparırlar, məsələn, cərrahiyyə edirlər və həkimlərlə mənim söhbətlərim olub və danışırlar ki, xirurqlar ağır cərrahiyə keçirmişdim, sanki hansı bir enerji məni vurdu dedi. Yəni, çox ağır bir var yorğunluq. Yorğunluq başqa bir şeydir. Enerjini hiss edir orada. Əslində, həkim orada öz xəstəsini xilas eləyir. Hər iki halda xilas eləyir və insan sağlamlaşır. İnsan gümrah olmaqdan ötürü mütləq fiziki hərəkətlərdən istifadə etməlidir, xidasına fikir verməlidir. Bunlar da rol oynayır. Və mütləq bədminlikdən qurtulmalıdır. Əgərsə kiməsə bir enerji yönəldilibsə, birinci onun xasiyyətinə təsir eləyir, psixologiyasına, aqressivləşmə gedir. Deməli, məntiqə çevirməlidir. Bütün halları, addımlarını, fikirlərini məntiqə kökləməlidir, səbri kökləməlidir, səbr etməlidir. Yəni, burada yumuşaqlığa kökləməlidir özünü. Orada artıq onun da rolu var. Fiziki hərəkətlər, idman növləri, hətta qaçış özü insanın psixologiyasından tutmuş aurasına qədər dəyişir. Təsir edir. Çox müsbət təsirləri var. Nəinki adi yerimək təsir edir, adi gəzmək təsir edir. Təbii, gəzmək də var, qaçış da var, yerişlər də var. Müxtəlif idmanlar. Yenə deyirəm, yaxşı, mükəmməl qidalar da var. Hətta dəmlədiyimiz bir sıra dərman otları var. Onların da həm sağlamlığımıza, həm auramıza təsirləri var.